38-ci məsələdə demək qeyd olunur ki, M məntəqəsindən 0 dərəcə azimutla və baxaq M məntəqəsi şimal enliyindədir, 40 dərəcə şimal enliyindədir və 0 azimutla, yəni şimala doğru hərəkət etməliyik. 9435 kilometr. Bunu da meridian üzəri ilə hərəkət etdiyimizdən 9435-i bölürük 111-ə. Yəni 111-ə böləndə eləyir 85 dərəcə. 85 dərəcəni 40 dərəcə şimal enliyi ilə qütbə qədər 50 dərəcəmiz var və 50 dərəcəni getdikdən sonra qalır 35 dərəcəmiz. Qütbdən isə istəyir 0 azimut desin. Hansı dərəcə azimut deyir, fərq etmir. Şimal qütbündən yalnız bütün istiqamətlər cənuba doğru istiqamətləndiyindən qalan dərəcəmizi cənuba doğru istiqamət alacaq. Yəni 35 dərəcəni cənuba doğru istiqamətlənirik və yəni 95-dən 35-ini çıxırıq. Olur 55 dərəcə və şimal yarımkürəsi dəyişmədiyindən, ekvatora çatmadığımızdan ona görə şimal enliyi götürürük. 55 şimal enliyi. Gəldik uzunluğumuza. Mərkəzdən keçən meridianımız 180 dərəcəlik meridiandır. 180 dərəcəlik meridianda Qrinviçə görə yerləşənin əksi yerləşir. Yəni Qrinviçə görə biz bu tərəfi qərb adlandırırdıq, digər tərəfi şərq adlandırırdıqsa, 180 dərəcəli meridiana görə əksinədir. Bu tərəf şərq, digər tərəf isə qərbdir. Yəni M məntəqəsi yerləşirdi 50 dərəcə qərb uzunluğunda və 50 dərəcə qərb uzunluğundan gedib qütbü aşaraq digər tərəfdən düşmüşüksə aşağı. Deməli, bu meridianın əks meridianına keçmişik. 50 dərəcə qərb meridianının əksi 180-dən 50-ni çıxırıq, eləyir 130. Qərbin də əksi eləyir şərq. 130 dərəcə şərq uzunluğu. Yəni 55 şimal enliyi, 130 şərq uzunluğu. A variantı.